Ali məhkəmədə Böyük Britaniya vətəndaşı Greer Kristoferi hədə-qorxu ilə şantaj edərək külli miqdarda pul almaqda təqsirləndirilən Elnarə Nəsrəddinova və Yasəmən Məmmədovanın kassasiya şikayətinə baxılıb. İttihama görə Elnarə Nəsrəddinova ötən il martın 26-sında Fəvvarələr meydanı yaxınlığında tanış olduğu Böyük Britaniya vətəndaşı Greer Kristoferi mənzilinə aparıb. Burada Yasəmən Məmmədova ilə birlikdə zərər çəkmişin çılpaq fotolarını çəkərək onu rüsva edici məlumatları yaymaqla hədələyiblər. Daha sonra hədə-qorxu yolu ilə ondan 205.823 manat alıblar. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elnarə Nəsrəddinova 11 il müddətinə azadlıqdan məhrum edilib. Yasəmən Məmmədovaya isə əvvəlcə 2 il həbs cəzası verilsə də, Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə bu cəza 1 il 14 gün azadlığın məhdudlaşdırılması, yəni elektron qolbaq ilə əvəz olunub. Ali Məhkəmə kassasiya şikayətini təmin etməyib. Qeyd edək ki, zərər çəkmiş Böyük Britaniya vətəndaşı Greer Kristofer Bakıda özəl şirkətlərin birində müqavilə əsasında işləyib.